31-ci sual deyir ki, eyni vaxtda körpüdən axın istiqamətində kater və sal yola düşdü. Deməli, eyni istiqamətdə deyir, ha, bax. Buradan həm kater, həm sal yola düşdü. Sal çayın sürəti nə qədərdirsə, o qədər hərəkət edə bilir, o qədər sürət yığa bilir. Deyir ki, kater 30 km getdi, sonra da 21 km qayıtdı və 30 getdi, 21 qayıtdı. Gəl gördünüz, salla rastlaşdı burada. Deməli, sal nə qədər yol gedib? Məntiq var da, 9 km yol gedib, düzdür. Sonra bir də deyirəm, sal çayın sürəti idi. Çayın sürətini bizə verib 3 km 31-ci sualda 3 km verib. Onda 9 gedibsə 9-u 3-ə bölürəm. Deməli saat yolda olub. 3 saat yolda olub, düzdürmü? Deməli, indi buna uyğun biz təlliyi necə quracağıq? 30 km kater gedib, katerin soruşaq axına qarşı sürətini. 30 km kater çayın axını ilə edib. X+3, x orada katerin sürətidir. 21 km kater çayın əksinə gedib. 21 bölünsün x-3 yazır. 21 bölünsün x-3. Cəmi də 3. T bərabərdə s bölü v üstünə gəlir də bu. Sonra bunu biz yenə də əldə edə bilərik. Orta məqsəd disiplinlə kökləri tapa bilərsiniz. Sizə bir dəfə yol edədiyim ki, yolunu mən sizə necə deyim. Cavab 14-dür, Y variantıdır. Niyə əməliyim? Cavab katerin çayın istiqamətdəki sürəti 17-dir uşaqlar. 17. Yəni katerin, daha da üzr istəyirəm, katerin öz sürəti 17-dir. Niyə? 17 qoyanda x-in yerinə 17 qoyanda 17 üstə 3 20, 30-u 20-yə böləndə üzr istəyirəm, 30-u 10-a böləndə 3 üzr istəyirəm, 17 20, 30-u 20-yə böləndə 1,5. Burada da 17 qoyanda 14, 21-i də 14-ə böləndə 1,5 cavab 3 verdi. Ödədi, ödəmədi? Ödədi. Amma bizə nəyi soruşur? Katerin sürətini istəmir axı. Biz deyik ki, çayın əksi istiqamətində 17-dən nəyi çıxacaq? Çayın sürətini 3-ü çıxacaq. Cavab necə olacaq? 14 E variantı. Biri o birdən 2 vahid bölgü olan 2 natural dedim. Bir kvadratları cəmi 452-yə bərabərdir. Biri ona 2 vahid bölgü. Biri A-dırsa, biri A+2-dir. Kvadratları cəmi bərabərdir 452-yə. A kvadratı plus A kvadratı plus 4A plus 4 bərabərdir 452. 2A kvadratı plus 4A çıxılsın 448 bərabərdir 0-a. Hər tərəfini 2-yə bölürəm. 2A çıxılsın 224 bərabərdir 0-a. Cəmi mənfi 2, hasili mənfi 224 olan deyir. Baxaq da görək hansı ədlə verəcək. Hansı ədlə verə bilər? 14 ilə 2, deməli, natural deyir də. 10 ilə 12, 12 olmaz. 12 nəyə vuranda? 12 ilə mənfi 12 ilə 10 olsa 120 olar. 16 ilə mənfi 16 ilə 14 olsa 16 o da 64. Düz verdi də. Mənfi 16 və 14-dür. Cəmi mənfi 2, hasili mənfi verir. 100% verir. Deməli, mənfi olmaz, natural deyil. Bir A-mız 14-dür, biri 14-dür. Biri də ona 2 vahid böyük olanda 16 olur, olmur. A plus 2-mizdə 16-ya bərabərdir. Bu ədələrin cəmini istəyir 30. 14, 16 cəmində 30. Sonra getdi. 30, neçə vaxtda? 35-ə. Ana qızından 4 dəfə böyükdür. Ana qızı 2x, 4x. 3 ildən sonra 3 dəfə böyük olacaq. 3 ildən sonra 3 dəfə böyük olacaq. Yəni nə edirsən? 3 ildən sonra üzr istəyirəm 4x plus 3. 3 ildən sonra o uşağın yaşını, qızının yaşını 3-ə vuranda ananın yaşı vermiş olacaq. 3x plus 9 bərabərdir 4x plus 3-ə. X bərabər nə səhv yazdı? Ana qızından 4 dəfə böyükdür. X 4x. 3 ildən sonra o qızından 3 dəfə böyük olacaq. X plus 3, 4x plus 3. Qızın neçə yaşı var? Qızın yaşını 3-ə vuranda 3 ildən sonra 3 dəfə böləcək. 3-ə vuranda 3x plus 9 bərabər olmalı 4x plus 3-ə. Hə, burada x burada 6-ya da. X 6. Qızın 6 yaşı var. 37. Atanın yaşı uşaqların yaşının 3 var. Ata, uşaq. 3, 6, 36. Neçə ildən sonra deyir. Yaşlar demək 2 dəfə çox olacaq, bilmirəm. Hərəsi 2 il böyüsündə. 6 plus 2, 36 plus x. Və bunların uşaqların yaşları cəmini toplayırıq.
36 plus x yazın. Neçə dəfə bölüyorsun deyir. 2'ye vururuq. Və buradan da 9 plus 2 x, 18 plus 4x bərabərdir 36 plus x-ə, x ödür 6'ya. Doğru getdi. 6 ildən sonra deməli 39'da sinifdə 25 nəfər oğlandır. Oğlanların isə 16'sı və qızların 40% dənizlərdə məşğul olur. Necə məşğul olursa. Deməli bura bax. Oğlanların sayı 25'dir. Qızların sayı ikisi bilmirəm. Oğlanların 16'sı, qızların isə 40% dəniz məşğul olur. 16 plus və oğlanların isə 16. Qızların 40% 0,4x-i. Ümumi cəm elədik. Və bu cəmin də deyir ki, sinifin 60%. Sinifin 60% var. Oğlanlarla qızların cəmi nə qədərdir? 25 plus x deyil. Sinifi əməliyyat edirlər. Deyir, bunun da 60%-i şimdi məşğul olur. Dənizlərdə məşğul olur. Sonra getdi. Vururuq. 1600 üzərinə 40x bərabərdir. Bunu buna vuranda 1500 plus 60x-ə 20x bərabərdir 100-ə, x də bərabərdir 5-ə. Doğru getdi. Ümumi sayı 30 nəfər. 25 idi. 25 nəfər. 25 nəfər uşaq oğlandı, 5 nəfər, 30 nəfər. Görün üst tapdım 30 nəfər. Qızların 40%-i 5 4-ün, düz verir 18 nəfər də olacaq. Bəli, bəli, bəli. Katili 36 kilometre çaynaqlı ilə onu edərək bütün yola 5 saat vaxt sərf etdi. Bax, 36-nı bölür, çay istiqamət edəndə x plus 4 yazırıq katilin sürəti də. 16 kilometre göldə edir. Göldə edəndə yalnız öz sürəti ilə edəcək. Çayın ona dəxlisi yoxdur. Bərabərdir 5-ə. Bax, x minus x plus yazmadan fikir verdi sizə. X vurulsun x plus 4. 36x üzərinə 16x plus 64 bərabərdir 5-ə. 52x plus 64 bərabərdir 5x kvadratı üzərinə 20x-ə. Düzmü yazdıq? Bəli. 5x kvadratı çıx 32x çıx 64 bərabərdir 0. Uşaqlar. Bax buradan diskriminant tapı köklərini tapa bilərsiniz. Gəl indi biz ədəd qoyaqlı yerinə. Bunu həll eləməkdənsə qapalı sual üçün necə yaza bilərik? Bu açıq sual üçündür. Belə davam edib yazacaqsınız. İndi biz x-in yerinə ədəd qoyaq ki, uşaqlar. 8. Mən baxan kimi tapdım. 8 + 4 12. 36-nı 12'ye bölündə 3 dəfə düşür. 16-nı 8-ə bölündə 2 dəfə. 3-dən də 2-ci cəmi 5 verir, vermir? Verir. Deməli, kt üzəri 8 oldu. İndi çayın axını ilə deyir. Kt üzəri 8-dir, çayın axını 4-dür. Toplayacaq, toplamayacaq, toplayacaq. Cavabı olacaq 12. Məktəblər arasında keçirilən bilik yarışında 100 ballıq sistemdə 60 bal və daha yuxarı nəticə göstərən 59 şagird mükafatlandırıldı. 100 ballıqdır. 60 bal və daha yuxarı nəticə göstərən 59 şagird mükafatlandırıldı. Onlardan 89-dan toplayanların 8 nəfər çoxdur. Tamam, gəl belə edək onda. 60 sayı 4 nəfər az. 60-80 arasını bir eləyək. 80-90 arasını bir ayıraq. Nə veribsə olayı ayırıram da. 90-100 arasında bir ayırıram. 3 mərhələ elədim, eləmədim? Elədim. İndi getdik. Cəmi 59 nəfər mükafatlandırılır. Deyək ki, sualı oxuyuram. 80-90 aralığında bal toplayanların sayı 90-100 aralığında bal toplayanların 8 nəfər çoxdur. Bu x isə bura x plus 8-dir. Düzdür, öz deyirəm, mən demirəm. 60-80 aralığında bal toplayan sayı isə 4 nəfər azdır. Nədən? 90-100 arasında bal toplayanların sayından deyir. 4 nəfər azdır. İndi hamısını toplayıb neçəyə bərabər eləyirik? 3x plus 4 bərabərdir 59-a. Səhv dedim. Azizdən adı bal toplayanlardan isə 8 nəfər çoxdur. Üzr istəyirəm, x plus 4 olacaq, üzr istəyirəm. Deyir ki, 60-80 arası, 80-90 arasının 4 nəfər azdır, deyir, x plus 4 olacaq. 3x plus 12 bərabərdir 59-a. 3x bərabərdir, yenə alınmır axı. Nəysə yazıram, mən yenə burada. 80-90 bal toplayanın sayı, 90-100 aralığında bal toplayanın 8 nəfər çoxdur. Tamam. Mən səhv yazıram. Deyir ki, bu azdır. 12 olacaq. 12. Allah. 3x
plus 20 bərabərdir 59'a. 3x bölü 39'a. X də bərabərdir 13'e. 13 nəfər burada. 21 nəfər burada. 25 nəfər də burada. Qutar getdi. 60-80 arası 25 nəfər. Qabın 11'də 6 su ilə doludur. Qaba 45 su əlavə etsək. Bax 11'də 6 ikisi doludur. Deyir ki 45 litrdə su əlavə etdikdən sonra doldurulmuş hissə doldurulmamış hissədən 3 dəfə çox oldu. Doldurulmuş hissə budur. Doldurulmamış hissədə 11'də 5x çıxılsın. 11'də 5x ilə doldurulmamış hissə çıxsın 45'dir. Düz dedim. Deyir ki 3 dəfə çox olar. Doldurulmamış hissədən 3 dəfə çox olar. Vururuq 3'ə. 11'də 6x plus 45 bərabərdir. 11'də 15x çıxılsın 135'ə. Bundan çıxıram bunu. 11'də 9x bərabərdir 180'ə. 180'i vururam 9'da 11'ə. 220 litr. Səhv hesablamasam 20 bari 220 olmuş olacaq. Müəllim, niyə 45 çıxdıq biz burada? 45 əlavə etmişəmsə, deməli boş hissədən 45 artıq azalıb. Ona görə 45 çıxmış oldu. 47'dən. Birinci velosipedçi 30 km məsafəni 2 0 tez getmişdir. Bu birinci, bu ikinci velosipedçi. Az olarsa. Birincinin velosipedi, bu x'dirsə, birinci onda buna 2 dəfə 2 vahid çox olacaq. X plus 2. İkinci velosipedin sürətini istəyir. Müəllim, 30 km məsafə etməyiblər. 30'u bölürəm x plus 2'yə. Çıxanda 30'u bölürəm x-ə bərabərdir 2'də 1'ə. Müəllim, bu niyə çıxdın sən bunu? Elə bil ki, mənlə məsələn Nazlı yarışır, velosiped yarışı eləyirik. Mən Nazlıdan yarım saat tez çatmışamsa, 0,5 saat yarım saatdır. Mənim vaxtımdan Nazlının vaxtını çıxanda 0,5 yəni 2'də 1'ə bərabər olmalı deyilmi? Bəli. Bu da t bərabərdir s bölü v-dir, yəni t'lərdir. Deməli uşaqlar, burada da yerinə qoya bilərsiniz əslində 2'də 1 almaq üçün. Məsələn, elə bir ədəd qoyaq ki 2'də 1 alaq, amma 10 qoysam 2,5 10 qoyanda nə istəfdir ya? Hə, gözlə. Bir dəqiqə, biz bir yerdən səhv salmışıq. Bir dəqiqə. X-dan x plus 2'nin çıxmalıyam. Birincindən. Aha. Yəni böyüdən kiçik çıxanda, əlbəttə ki, böyüdən kiçik çıxmalıyıq da. Şimdi üstün üzərində birinci 2 kilometr az olarsa. İndi, uşaqlar, belə bir şey eləmək istəyirəm. X'in yerinə 10 qoysam, 30'u 10'a böləndə 3. 30'u 10 üstəki 12'yə böləndə 2,5. 3'dən də 2,5 çıxanda həqiqətən 0,5 qalır. Deməli, birinin sürəti 10 imiş, o birisinin də sürəti 12 imiş. İkinci velosipedin sürəti 10. İkinci velosiped az olan da 10. 10 olmuş olacaq. 49. Sərnişin yuxarıya hərəkət edən eskalatorla hərəkət istiqamətində yeriyərək müəyyən məsafəni 112 saniyə yeriyərək deyir. Bax, 1 deməli. Birincidə yeri eskalator hərəkət istiqamətində yeriyərək 112 saniyəyə, dayanaraq 210 saniyəyə, dayanmış eskalatorda x-dir. 112'də 1'dən hər ikisi hərəkət eləyəndən biri hərəkət eləyəni çıxanda eskalator hərəkət eləyir, adam durub bərabərdir 1 bölü x. Həmişə belədir ya. İkisi yaxşı iş gördü, hər ikisi yeriyirdi. Sonra biri yaxşı iş gördü, biri pis iş gördü. Çıxdıq, bərabər elədik özün itinə vaxtda çıxar. Burada da yeriyəcək. Yeriyərək desə saniyəyə qalxar deyir. İndi burada Allah bilir orta məxrəcimiz neçə eləyəcək. Deməli 7'yə bölünürmü? Bölünür. 7'nin çölə çıxartsaq hər ikisini əkod tutmaq istəyirəm. 7'nin çölə çıxartdıq. 1, 16 burada qaldı. 30 da burada qaldı. Hələ 14'ü çölə çıxarda bilərmiş ya. 14'ü çölə çıxartsaq 8, 15, 120. Oy maşallah biraz çox oldu elə bir. Sıxıcı üzərində dayanaraq həmin sonra 2 saniyə qalxır. O da üstündə bu üzərində 7 saniyə qalxır. Elə bu da 120 vurulsun 11'dir. Bax 120 vurulsun 11.
Ək olunmuz. Buranın ək olur. Düz mü dedim? 120 vursa 11 ne diyor? 14. Düz üstüne. 120 vurulsun 14 olur. 120 vurulsun 14'ü bölürəm 112'ye. Deməli 8 15 dəfə düşür. 15 çıxılsın. 210'a bölürəm. 210'a böləndə deməli 4 7 bir dəqiqə. Deməli 120 kalkulatorla bölümsən səhvlə eləməyim. Sonra hesab səhv eləyirəm. Deməli 120 vur 14'ü bölürsən 112'ye 15. 120 vur 14'ü bölürsən 210'a 8 bərabərdir 1 bölü x'e. 7 bölünsün 120 vurulsun 14 bərabərdir 1 bölü x'e. Bundan bu 7 2 x bərabərdir 240 saniyəyə qalxmış olacaq. 51'də 5 dost eyni məbləğdə pulu qoymaq şərti ilə ortak şey yazmaq istəyirlər. Lakin onlardan ikisi bu işdən imtina edir və qalan 3 nəfərin hər biri lazım olmağı üçün əlavə 6000 manat pul qoymağı olurlar. Baxın. Deməli 3 nəfər 6000 manatdan əlavə pul qoyurlarsa, elə bil 18000 əlavə pul qoyurlar. Düzdür? 3-ünə 18000 pul qoydular. Yox, cəmi 6000 üzr istəyirəm. Cəmi 6000 qoyublar. Cəmi 6000 pul qoyublar 3-ünə. O 2 dost çıxdığına görə. 2000. 6000 elədi. Bu dostlar ama burada olsaydı, dostlar çıxmasaydı, dostlar iştirak eləsəydi, 3000 qoysaydılar o çıxmayan dostlar, bu məbləğə ehtiyac olmazdı da, düzdür? Bəli. Deməli, hər dost nə qədər pul qoymalıymış? 3000 manat pul qoymalıymış. Cavab da olacaq 15000 manat. Bax, bir də deyirəm, niyə 3000 gəldi? 3 dost 6000'i şey eləyəndə 2000 qoyanda 6000 eləyir, düzdür? 3 dost. Həmin dostlar ama çıxan dostlar olsaydı, həmin 6000'i o ikisinə qoyacaqdılar. O da 3000 qoyanda olacaqdı. Turistlər iki məntəqə arasındakı məsafəni hər gün eyni qədər məsafə qət etməkdə 18 gün getməli idilər. Lakin onlar hər gün nəzərdə tutulan kilometr çox gedərək məsafəni 15 günə qət etdilər. Aha. Əgər x kilometr getsəydilər 18 gün gedəcəkdilər. Amma bunlar x plus 2 kilometr gedərək 15 gün etdilər. Bu tanrı gəldilə qutardı getdi də. 15x plus 30 x öldür onu. X 10 değil 180. İstən burada yaz, istən buraya cavabı 180 alacaqsın. Qatar sürətini 18 km artırmalı 4 yolda 3 saat qənaət etmişdir. Sürətini 18 km artırmalı 4 km 3 saat. Deməli bura bax. Deməli 3 saat 420'ni bölürəm x'e, sürəti x idi. 420'ni bölürəm x plus 18'e. Bu gec gedəndir, bu tez gedəndir. Gec gedən tez gedəndən 3 saat çox gedir, gec gedir, düzdür? Məsələn, mən saat 9 edirəmsə, məndən sürətli gələn artıq 3 saat 6 çıxacaq elə bil, belə deyim. Və bunun çıxanda fərqi nəyə bərabərdir? 3 saata, qənaət 3 saatdır. Burada da elə əslində yenə qoymağa tapa bilərik. Hamısı belə edir də, yəni orta məxəz tapadı, yaxşı. Bu olur 420'ni vuracaq x plus 18, yəni bu ədəddir. Bunu belə hesablamayacağım. Yəni yerinə qoyub ədəd qoyub tapaq sən canım. Bu belə uzun məsələdir də. İlkin sürətini istəyir bizdən. Əgər 20 olsa, daha doğrusu x sürəti 20 olsa, 420'ni böləndə 20'yə 21 eləyir. Əgər sürəti 20 olsa. 420'ni bölürəm 20 olsa 20 ola bilməz onda. Bəlkə 21 olsa 20 olacaq. 39'a bölsək bəs. 420 39'a da bölünmüş. Bunu başqa yolla da deyim sizə. Qoy bunu silim. Bu yol hər dəfə bu yol bizə baş ağrısı olur da. Gelib həll elə, diskriminat tap. Təzə yol kəşfləmək lazımdır. Deməli, sürəti x olanda zaman t olur. Gedir 420 kilometri.
Amma belə olanda amma sürəti 18 artıranda isə x plus 18 zamanda 3 saat qazanır. Yenə olur nə qədər? 420 olur. Düzdür? Bunu vurub açsaq xt çıxılsın 3x üstə 18t yenə dəyişiklik çıxacaq amma nəysə. 18t çıxsın 54 bərabərdir 420. xt olsa 420 verib. 420 çıx 3x üzərinə 18t minus 54 bərabərdir 420'ye. Onda belə çıxır ki, bu 420'lər gedir. 18t çıx 3x bərabərdir 54'ə. Hər tərəfi 3'ə bölsək 6t çıx 3 bərabərdir 18x. Bərabərdir 18'ə. Biz nə etməliyik hələ biz? Gətirib, maşallah. X'in yerinə 120 böl t yaz, 420 böl t yaza bilərik. Bərabərdir 18. Hər tərəfini 6'ya bölək. T minus 6'ya bölmək 6'da bir də vurmaq demək. Düzdür? 70 böl t bərabərdir 3'ə. Düzdürmü? Düzdür. Bayaq da verilmişdi dostlar. Hər tərəfini t'yə vursa t kvadrat çıx 3t çıx 70 bərabərdir 0'a. 10 və mənfi 7 olmaz. 10. Deməli biz nəyi tapdıq 10? T'ni 10 T 10'dursa 10'dursa sürəti deməli 42 imiş. 18 artıranda olur 60. Bəli, 7 saat edəcək həmin məsafəni. Düppədüz. Cavab 42. İlkin sürəti istəyir bizdən. Sinifdə hər şey arxasında deyir. Hər stol arxasında 2 dəfə oturduqda 5 şagird ayaq üstə qalır. Uşaqlar, yəni 2-2 oturduqda 5 şagird ayaq üstə. Şagirdlər ayaq üstə qalanda toplayırıq. 3-3 oturduqda isə 2 stol boş qalır. Diqqətli olun ha. 2 stol boş qalır. Bir stolda 3 nəfər oturursa, 2 stolda neçə nəfər oturmalı olacaq? 6 nəfər. Boş qalır da, boş. Bomboş qalır. 6 çıxacaq. Daha 3 çıxmayacaq. Ha, stol deyir. 3 nəfər demir. Stol deyəndə 2-ni 3 nəfər oturduğun yerə 3'ə vurduq. Və buradan da x bərabərdir 11'ə. X 11 tapırıq. Aparıb burada yerinə yazırsınız 27. 27 şagirdimiz varmış. 59. Məktəblərarası şahmat çempionatında hər məktəbdən ən çox 3 şagird seçilə bilər. 3 şagirdin məktəblərin sayı 2 şagirdlərin 4 nəfər. Bax, 1, 2, 3. 3 məktəbimiz var ha. Deyir ki, 1 şagirdlərdən isə 5 nəfər azdır. 5 nəfər. Ən çox 3 şagird seçilə bilər. Aha. Deyir ki, 3 şagirdlərin məktəblərin sayı 4 dəfə azdır. Deməli, 3 şagird göndərənlər x-dirsə 2 şagird göndərilərdən 4 dəfə azdır. Demək bu 4x-dir. 1 şagird göndərilərdən isə 5 dəfə azdır. Onda bu 1 şagirdin 5x-dir. 2 şagird göndərilərlər məktəblərin sayı 16 olarsa 4x-i bərabər edirik 16'ya. X-imiz olur 4. 4 16 bu olacaq 20'də. Nə istəyir bizdən? Bütün şagirdlərin cəmini istəyir. Neçə olacaq? 40'da. 2 bölü 3 nisbətində olan ədədlərə uyğun olaraq 6 və 12 əlavə etdikdə 2k, 3k, 6 və 12 əlavə etdikdə alınan ədədlər 3 böl 5 olur. Bu basatdır ki 9k plus 36 bərabərdir 10k plus 30'a k bərabərdir 6'ya. K 6 imiş. Verilən ədədləri tapın. K 6 tapar bir yerinə qoyuruq bunu. 12 bölünsün 18. 12 və 18. 63. A məntəqəsində sürətləri 80 km və 60 km olan 2 avtomobil eyni anda B məntəqəsi istiqamətində hərəkətə başladılar. Eyni anda deyir. A'dan eyni anda hərəkətə başladılar B'yə tərəf. İkisi də. Eyni anda başladılar. Birinin sürəti 80'dir, öbürünün sürəti 60'dır. Hərəkətə başladılar. Birinci avtomobil B məntəqəsi çatıb fasilə etmədən geri qayıdaraq. Birinci A deməkdir, elə? Daha doğrusu. Hadi birinci budda fasilə eləmədən dəydi bura B məntəqəsinə işte başladılar. Geri qədər 40 km etdikdən sonra avtomobil rastlaşdı. Oo, gözlə. Bu 80 km gəlib bura dəyib, fasilə eləmədən qayıdıb, gəlib 40 km gələndən sonra görüb ki, rastlaşdı. Məsafəni istəyir. Aha. Deməli. Məsafəmiz S-imiz x-dir də, bilmir yaxı. V1'imiz 80'dir, birinin sürəti 80'dir, birinin sürəti 60'dır.
Vaxtlarımız da eynidir. V1T indi gözlə də. Amma bir problem var da. Deməli 80 eyni vaxtda işləyir, düzdür? T'lər bərabərdir də. Onda x bölünsün 80 üzərinə x bölünsün 40 gedib x nədir? Məsafədir. Məsafəni gedib həmin vaxtda o gedib x bölünsün 60. Düzmü dedim? Gör mən düzmü qurdum məsələni? Deməli 80 km gedib 40 km qayıdıb. Həmin vaxt bunlar T-də, T. Həmin vaxtı xərclədiyi vaxt bunun 60 il etdiyi vaxta bərabərdir. Ya yox. 40 km-dən sonra deyirəm. Amma gözəl 40 km-dən sonra deyir. Ha, yox, burada məsafədir. Məsafə 40 km gözlə. No, bu belə olmaz. Burada 40 km gedib. Məsafə x kilometri 80 edib. 40 kilometri də 80 ilə qayıdıb. 40 km 80 ilə qayıdıb və həmin vaxtı o gedib x çıxılsın 40 bölü 60. Yox, biz t'yə bərabər eləyirik. T'miz də s bölü v. Bir dəqiqə. Hələ düz deyirik. Belə də olacaq da. X bölünsün. X s-də məsafədir. 80 ilə gedib. Sonra 40 kilometrində 80-dən qayıdıb. Həmin getdiyi vaxt ərzində bu 40 kilometr, bu zəmi cümlətanı həmin yolun deməli x çıx 40 böl 60 ilə edəcək. Deyilən niyə? Axı məsafənin hamısını getməyib. Məsafədən 40 kilometr az gedib bu yavaş gedən maşın. 80 ortaq məxrəc x plus 40 bərabərdir x minus 40 böl 60-a. Sıfırları atdıq. 8x çıxılsın 320 bərabərdir 6x plus 240-a. 2x bərabərdir 600-ə. Yox, 600 nədir? Yox, 2x bərabərdir 560-a. X bərabərdir 280-ə. X'imiz 280. Deməli məsafəmiz 280 kilometrmiş.